Salam, hörmətli izləyicilər. Zəhmət olmasa bu videonu bəyənin və YouTube kanalına abunə olun ki, pensiya almaq istəyən vətəndaşlar bilsinlər pensiyanın necə bərpa etmək var. Əgər belə deyək, Dövlət Sosial Müdafiə Nazirliyi deyir ki, sizin pensiyanızı yəni sizə vermir, əmək stajı yoxdur. Və yaxud digər səbəbdən verir, müavinət verir. Əgər müavinətdən pensiya keçmək istəyirsə, video sonuna qədər baxın. Eyni zamanda müavinət də verirsə, pensiya verirsə, yenə də baxın, yenə də pensiyanın təyinatından bağlı məlumat verəcəm. Hörmətli izləyicilər, onu qeyd edin ki, mən özüm də əlilliyin şəxsən, yəni əlillər arasındayam. Ona görə pensiyana maraqlanam, pensiyada müavinətdir, sosial yardımdır, bunlarla maraqlanam. Mən özüm də yəni onlarla dolanam. Düz sosial yardım almıram, amma pensiya alıram. Ona görə. Bir də ona görə sizdən xahiş edirəm ki, videonu bəyənirsiniz ki, mən telefonla da hüquqi məsləhəti verirəm. Əyani şəkillə məsləhəti verirəm. Bir də ki, özümün hazırladığı dünyanın 40 tanınmış əlilləri haqqında kitabı var. Hörmətli izləyicilər, yəni ki, motivasiya kitabıdır. 20 manat satıram. Dəstəsini bəyənin, qoy hamı bilsin. Və yəni keçən mövzuya. O gün bir videoya baxdım. Bir vətəndaş televiziya mövzu təyəmişdi ki, bəs mənim pensiyamı vermirlər ki, bəs səndə 300 staj çatmır. Bəs mən nə edim? Deməli, bunu qısa olaraq deyim ki, siz məhkəmə qaydasını həll edə bilərsiniz, amma burada bir incə məqamlar var. 2018-ə qədər sizdən yalnız tələb olunur ki, sübut edəsiniz ki, hansısa bir idarə təşkilatda işləmişsiniz. Amma 2018-dən sonra tələb olunur ki, onun həmin təşkilatın sizin belə deyək, hesabınıza sosial ödənişlər edib-etməyib, o tələb olunur. Nəzərə alın, hörmətli izləyicilər. Bu nə deməkdir, hamısını indi izah edəcəm. Video sonuna qədər baxın ki, aydın olsun. Yeri gəlmişkən məlumat üçün bildirin ki, oktyabr ayının pensiyası Sosial Müdafiə Nazirliyinin verdiyi məlumata görə oktyabrın 10-u Abşeron, Bakı şəhəri üzrə ödənişlər olacaq. Bir də Sumqayıt şəhəri üzrə, hörmətli izləyicilər. Ayın 10-u ödənişlər gözlənir. Və belə keçən mövzuya. Deməli, nə deməkdir ki o? Yəni pensiya kapitalı. Pensiya kapitalı sizdə olmalıdır, hörmətli izləyicilər. 2018-dən sonra. 2018-ə qədər tələb olunmur. Mən tövsiyə edərdim ki, pensiya çıxmaq istəyən şəxslərə, pensiya çıxmasından əvvəl harada işləyirsinizsə, onun mühasibinə yaxınlaşın. Xahiş edin ki, sistemə girsin, baxsın, görsün ki, sizin pensiya kapitalınız və əmək stajınız nə qədərdir? Mütləq qaydada, hörmətli izləyicilər. Vacib məsələdən biri budur. Əgər çatmırsa, o halda mütləq müəyyən dəyişikliyi etmək lazımdır. Dəyişiklik necə olur? Yəni məhkəmə iddia verirsiniz ki, məsəl üçün 2018-ə qədər falan idarədə işləməyin sübut olunsun. Bu bir. Əgər yox, kapital məsələsini söhbət edirsə, o halda əlavə iddia verirsiniz ki, hörmətli izləyicilər, bəs falan belə deyək, təşkilat niyə kapitalı ödəməyib? Cavabda təşkilatı qoyursunuz. Əgər təşkilat yoxdursa, o halda da həmin təşkilat hansı nazirliyə tabidirsə, onu yəni cavabda kimi qoyursunuz. Mütləq qaydada, hörmətli izləyicilər. Əgər idarə təşkilatı və ya olunubsa, buna görə narahat olmayın. Birinci növbədə onun sənədləri, arxiv sənədləri Respublika Arxiv İdarəsində olmalıdır. Əgər orada yoxdursa, aidiyyəti qurun, hansı qurumda tabi olub, həmin qurumda olmalıdır. Məsəl üçün deyən, Təhsil Nazirliyində ola bilər, Nəqliyyat Nazirliyində ola bilər, hansı quruma tabi olubsa, həmin qurumda var. Və orada arxiv sənədlərini götürərək sübut edə bilərsiniz. Əgər həmin təşkilat sizin belə sosial ödənişləri ödəmibsə, o halda məsuliyyəti həmin təşkilat daşıyır. Təşkilat olmadığı halda da ona tabi olduğu qurum daşıyır. Ona görə ki, həmin təşkilat onu ildə yoxlayır, nəzarət edir ki, vətəndaşların ödənişlərini eləsin, hörmətli izləyicilər. Əsas məsələdən biri də budur. Nəzərə alın, mütləq qaydada. Bir məsələ ilə qeyd edim. Tutaq ki, məsəl üçün siz 65 yaşınız, pensiya vermirlərsə, deyirlər müavinət düşür.
Amma ki belə sonra sübut edilmiş ki, pensiya düşüyor. Onda mütləq qaydada məhkəmə qaydaya etdirin ki, hörmətli izləyicilər, mütləq məhkəmə qərarında yazılsın ki, verilməyən illər məsələn, falan tarixdən falan tarixə qədər verilməyən pensiyalar ödənilsin. Əgər o yazılıbsa, ödəniləcək. Yazılmırsa, ödənilməyəcək. Məhkəmə qərarı qüvvəyə mindiyi gündən ödəniləcək. O da necədir? Tutaq ki, məsələn deyəm, inzibati məhkəmə qərarı çıxardırsa, o halda o bilsin ki, qarşı tərəf apellyasiya şikayət versin, sonra da kassasiya şikayət versin. Ondan sonra qüvvəyə minir. Əgər şikayət verməsə, onda müddət var, 1 ay, 2 ay müddət var. O hakim müddəti qeyd edir. Həmin müddət tamam olduqdan sonra şikayət vermədiyi halda həmin məhkəmə qərarı qüvvəyə minir və həmin tarixində sizə pensiya hesablanır. Digər bir məsələni qeyd etmək istəyirəm, hörmətli izləyicilər. Əgər siz pensiyada yaşı gəlir çatdıqdan sonra işləyirsinizsə, mütləq qaydada sizinlə müddətli müqavilə bağlanır. Həmin müddətli müqavilənin vaxtı bitməmiş sizi işdən çıxarda bilməzlər. Baxmayın ki, pensiya yaşı gəlib çatıb. Bir halda çıxarda bilər, daha düzgün 2 halda. Ya təşkilat bağlanır, ya ki siz hansı bir nöqsanlara yol verirsiniz o halda. Hörmətli izləyicilər, buna nəzərə alın. Mütləq qaydada. Əsas məsələdən biri də budur. Sonda qeyd edin ki, hörmətli izləyicilər, telefon nömrə əgər hüquqi məsələdə almaq üçün qeyd olunan telefon nömrəsindən əlaqə saxlaya bilərsiniz. Telefon nömrəm YouTube kanalında istənilən videonun izahı yerində qeyd olunub. Eyni zamanda YouTube kanalının şort bölməsində var. Qeyd edin ki, YouTube kanalına abunə olmuş şəxslər üçün telefona hüquqi məsələdən verilməsi 10 manatdır. Amma ki, mən oktyabr ayında kampaniya həyata keçirəm. Kampaniya ondan ibarətdir ki, müəllim, tələbə, təhsil işçiləri oktyabr ayının sonuna qədər, yəni gəlib məsləhət alırsa, mən onlara qiymətliyəm, özlərinin imkanı nəyə çatırsa, onu ödəniş edirlər. Hörmətli izləyicilər, nəzərən əsas məsələdən biri də budur. Mütləq qaydada. Və bir daha sizdən xahiş edirəm ki, videonu bəyənin, bütün bu haqqında vətəndaşların xəbəri olsun. Eyni zamanda bayaq dediyim kimi, mən dünən 40 tanınmış əlillər haqqında kitab yazmışam. Həmin kitabı almaq üçün vətəndaşlar qeyd olunan telefon nömrəsinə əlaqə saxlaya bilərlər. Bir də ki, hörmətli izləyicilər, zəhmət olmasa videonun inkişafı ona görə lazımdır ki, yəni YouTube kanalı mənə ödəniş etsin. Əgər mən sizə pulsuz məsləhət verərsə, heç olmasa onun ödənişi mənə YouTube etsin. Hörmətli izləyicilər. Əgər kimin ürəyindən keçirsə, imkan daxilində imkanı varsa, kanala iyanə də edə bilər. Hörmətli izləyicilər, burada nəzərə alın. Diqqətlə görə çox sağ olun, kanala abunə olmağı unutmayın. Bir də imkan daxilində əgər imkan varsa, paylaşın. Mən bilirəm ki, hərinin evində 2-də, 3-də telefon var. Paylaşın öz ayrı üzvlərinizlə, qoy bəyənsinlər və kanala abunə olsunlar. Gəlin indi hal-hazırda 5400 abunə var. Bunu heç olmasa bir 6000 çatdıraq. Heç olmasa ən azından, hörmətli izləyicilər. Bir daha sağ olun, diqqətlə görə, hörmətli izləyicilər. Sağ olun.